Oğlaq Bürcü 23 Mart 2025-ci il Oğlaq Bürcünün proqnozu. Bugün Oğlaq Bürcü üçün daxili sabitlik və zəhmətin qarşılığını görmə günü olacaq. Yaxın vaxtlarda başladığınız layihələrdə irəliləyişlər gözlənilir, amma bugün daha diqqətli olmalı və ətrafınızdakı insanlarla açıq ünsiyyətə üstünlük verməlisiniz. Özünüzü daha güclü hiss edəcəksiniz, lakin bu gücü doğru şəkildə istiqamətləndirmək vacibdir. Məsuliyyətinizi daha da artıracaq yeni imkanlar qarşınıza çıxa bilər, amma unutmayın ki, yalnız ətrafınızdakı insanlarla müvafiq əməkdaşlıqla uğur əldə edə bilərsiniz. İş həyatında rəhbərliklə əlaqələrinizdə daha çox diqqət tələb edən məsələlər meydana çıxa bilər. Əgər qarşılıqlı anlaşma problemi varsa, bunu səmimi bir şəkildə müzakirə etmək lazımdır. Həmkarlarınızla birlikdə komandada işləmək, layihələrinizi irəlilətməkdə sizə kömək edə bilər. Bugün mövcud iş mühitindəki sabitliyi qorumağa çalışın və risklərdən çəkinin. Münasibətlərdə daha əvvəl razılaşmadığınız mövzular üzərində başqaları ilə açıq danışmaq lazımdır. Özünüzü daha şəffaf və səmimi ifadə edərək əlaqələrinizdəki güvənsizlikləri aradan qaldıra bilərsiniz. Eyni zamanda romantik əlaqələrdə daha çox anlayış və empatiya vacibdir. Yalnız olan Oğlaq Bürcü nümayəndələri üçün sosial fəaliyyətlərdə iştirak edərək yeni tanışlıqlar qura bilərsiniz. Sağlamlıq baxımından bugün bədəninizə diqqət yetirmək və aktiv qalmaq önəmlidir. Yüngül idman etmək və təbiətdə vaxt keçirmək enerjinizi artıracaq. Həmçinin günün sonunda zehni rahatlıq əldə etmək üçün meditasiya və rahatlama məşqləri etməyə diqqət yetirin. Sosial həyatınızda ətrafınızdakı insanlarla əlaqələrinizi möhkəmləndirmək və yeni dostlar qazanmaq üçün yaxşı bir gündür. Aktiv sosial iştirak həyatınıza yeni rənglər qatacaq və sizə enerji verəcək. Ümumilikdə 23 Mart 2025-ci il Oğlaq Bürcü üçün həm peşəkar, həm də şəxsi həyatda sabitlik və yeni inkişaflar gətirəcək bir gündür. Müxtəlif sahələrdə məqsədlərinizə doğru inamla irəliləyin. Dolça Bürcü 23 Mart 2025-ci il Dolça Bürcünün proqnozu. Bugün Dolça Bürcü üçün yeniliklər və dəyişikliklər gündəmi olacaq. Ətrafınızdakı insanlardan gələn təkliflər və fikirlər sizin üçün yeni perspektivlər açacaq. Öz ideyalarınızı və düşüncələrinizi daha açıq şəkildə ifadə etmək üçün mükəmməl bir gündür. Bugün həm şəxsi, həm də peşəkar həyatda daha çox müstəqil qərarlar verə bilərsiniz. Ətrafınızdakı insanlarla müzakirə etməyə və fikir mübadiləsi aparmağa açıq olun, bu sizə yeni ideyalar və layihələr gətirə bilər. İş həyatında mövcud vəziyyətlə bağlı müəyyən dəyişikliklər gözlənilir. Bu dəyişikliklər bəzən qeyri-müəyyənlik yaratsa da nəticədə faydalı olacaq. Yalnızca əmin olun ki, bu dəyişikliklərə uyğunlaşarkən öz maraqlarınızı qorumağa diqqət yetirirsiniz. Yaxın gələcəkdə sizi daha çox məsuliyyət gözləyə bilər, amma bu sizin bacarıqlarınızı və potensialınızı daha yaxşı nümayiş etdirməyiniz üçün əla bir fürsət olacaq. Münasibətlərdə, əgər münasibətinizdə sıxıntılar varsa, bunları açıq şəkildə müzakirə etmək lazımdır. Bugün ətrafınızdakı insanlarla daha çox anlaşma və empatiya qurmaq asan olacaq. Romantik münasibətlərdə isə daha səmimi və dərin əlaqələr qurmaq üçün əlverişli bir vaxtdır. Yalnız olan Dolça Bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik əlaqələr üçün yaxşı bir gündür. Sosial dairənizdəki insanlarla daha yaxınlaşa bilərsiniz. Sağlamlıq baxımından bugün enerjiniz yüksək olacaq, lakin stres və narahatlıqdan uzaq durmaq vacibdir. Günün ikinci yarısında fiziki aktivliyə yönəlin, idmanla məşğul olmaq və ya təbiətdə gəzintiyə çıxmaq sizi canlandıracaq. Zehni dinclik üçün isə rahatlama məşqləri və meditasiya faydalı olacaq. Günün sonunda özünüzə biraz istirahət və vaxt ayırmağa çalışın. Sosial həyatınızda isə yeni əlaqələr qurmaq və mövcud dostluqlarınızı daha da möhkəmləndirmək üçün yaxşı bir gündür. Aktiv sosial həyat sizə yeni imkanlar və perspektivlər gətirə bilər. Ümumilikdə 23 Mart 2025-ci il Dolça Bürcü üçün yeniliklər və dəyişikliklər gətirən, eyni zamanda həm şəxsi, həm də peşəkar həyatda yeni uğurların başlanğıcı olacaq bir gündür. Açıq fikirli və yeniliklərə açıq olun. Balıq Bürcü 23 Mart 2025-ci il Balıq Bürcünün proqnozu.
Bugün balıq bürcü üçün intuitiv düşüncələrin və daxili hisslərin ön planda olacağı bir gündür. Gözlənilməz vəziyyətlər və imkanlar qarşısında təmkinli olmaq vacibdir. Ümumi əhval-ruhiyyəniz yüksək olacaq, amma emosional olaraq da daha həssas hiss edə bilərsiniz. Bugün şəxsi və peşəkar həyatda önəmli qərarlar vermək üçün yaxşı bir vaxtdır, amma diqqət yetirin ki, duyğusal reaksiyalarınızı idarə etməyə çalışın. Hissləriniz güclüdür, amma soyuqqanlı düşünmək daha sağlam nəticələr verə bilər. İş həyatında uzun müddətli məqsədlərinizə çatmaq üçün müsbət addımlar atmaq imkanı yaranacaq. Amma başqalarının təzyiqindən və xarici faktorlardan təsirlənməmək üçün öz intuisiya və güvəninizə əsaslanın. Əgər mövcud iş mühitində bəzi çətinliklər varsa, bugün müdrik yanaşma və səbr sizi çətinliklərdən uzaqlaşdıracaq. Yeni təkliflər və ya ideyalar üzərində düşünmək üçün yaxşı vaxtdır, amma ilkin addımlarınızda diqqətli olun. Münasibətlərdə isə bugün daha çox anlayış və dəstək tələb edən bir dövr olacaq. Tərəfdaşınızla və ya yaxınlarınızla səmimi və şəffaf ünsiyyət qurmaq vacibdir. Əgər münasibətinizdə hər hansı bir narahatlıq varsa, bugün onu açıq şəkildə müzakirə etmək əlaqənizi gücləndirə bilər. Yalnız olan balıq bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq ehtimalı yüksəkdir. Fəqət qərar vermədən əvvəl ətrafınızdakı insanları daha yaxından tanımağa çalışın. Sağlamlıq baxımından bugün özünüzə diqqət yetirmək vacibdir. Fiziki aktivliyə daha çox vaxt ayırmaq və ya sadəcə sakit bir yürüyüş etmək sizə enerji verəcək. Həmçinin emosional olaraq özünüzü balansda tutmaq üçün meditasiya və zehni rahatlama məşqlərinə yer ayırın. Günün sonunda özünüzü dincəldirmək və stressdən uzaqlaşmaq üçün vaxt ayırmaq faydalı olacaq. Sosial həyatınızda ətrafınızdakı insanlarla daha dərin və anlamlı əlaqələr qurmağa meyilli olacaqsınız. Bu, həm şəxsi, həm də peşəkar mühitdə yeni imkanlar və perspektivlər gətirə bilər. Ümumilikdə 23 mart 2025-ci il balıq bürcü üçün emosional və intuitiv baxımdan zəngin, eyni zamanda həyatın müxtəlif sahələrində yeni imkanlar və inkişaflar gətirən bir gündür. Duyğularınıza hörmət edin, amma qərar verməkdə ağıllı və düşüncəli olun. Qoç bürcü 23 mart 2025-ci il Qoç bürcünün proqnozu. Bugün Qoç bürcü üçün enerjili və motivasiya dolu bir gün olacaq. Hədəflərinizə doğru daha çox irəliləyərək, özünüzü yeni başlanğıclar və uğurlar üçün hazır hiss edəcəksiniz. Bugün iş və şəxsi həyatınızda müsbət dəyişikliklərə açıq olacaqsınız. Enerjinizin yüksək olması sizi irəlilətmək və yeni imkanları dəyərləndirmək üçün əla şərait yaradır. Günün ilk yarısında konsentrasiyanız və hərəkət etmə qabiliyyətiniz çox güclü olacaq. Buna görə də təxirə salınmış işləri tamamlamaq və yeni layihələrə başlamaq üçün yaxşı bir vaxtdır. İş həyatında yeni imkanlar qarşınıza çıxa bilər. Peşəkar inkişafınız üçün faydalı ola biləcək təkliflər və ya görüşlərdə iştirak edə bilərsiniz. Lakin həddindən artıq həyəcanlanıb tələsməmək lazımdır. Ətrafınızdakı insanlarla fikir mübadiləsi edərək, mövcud vəziyyətləri düzgün analiz edin və bu təklifləri necə dəyərləndirəcəyinizə qərar verin. Bugün əməkdaşlıq və birgə işləməyi üstün tutmaq sizə uğur gətirəcək. Münasibətlərdə bugün daha çox açıqlıq və səmimiyyət tələb olunur. Hər hansı bir mübahisə və ya yanlış anlamaları aradan qaldırmaq üçün səmimi söhbətlər etmək yaxşı olar. Yalnız olan Qoç bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq ehtimalı yüksəkdir. Bugün sosial həyatınızda da daha aktiv olacaqsınız və yeni insanlarla tanışlıq fürsətləri ortaya çıxacaq. Eyni zamanda yaxın münasibətlərinizdə daha çox anlayış və dəstək görmək istəyəcəksiniz. Sağlamlıq baxımından bugün fiziki olaraq aktiv olmaq sizə çox faydalı olacaq. İdmanla məşğul olmaq və enerjinizi düzgün istiqamətləndirmək yaxşı hiss etməyinizə kömək edəcək. Günün sonunda özünüzü dincəltmək üçün vaxt ayırın, çünki bəzən çox enerji sərf etmək sizi yorğun edə bilər. Zehni rahatlama məşqləri və meditasiya da bugünün stressini azaldacaq. Sosial həyatınızda bugün yeni əlaqələr qurmaq və mövcud dostluqlarınızı gücləndirmək üçün müsbət bir gündür. Aktiv sosial iştirak sizi daha yaxın insanlarla birləşdirəcək və həyatınıza yeni perspektivlər gətirəcək. Ümumilikdə 23 mart 2025-ci il Qoç bürcü üçün hər tərəfli inkişaf, yeni başlanğıclar və müsbət dəyişikliklər gətirəcək bir gündür. Enerjinizin və motivasiyanızın yüksək olduğu bu gündən məqsədlərinizə doğru irəliləyərək uğurlar əldə edə bilərsiniz.
Boğa bürcü 23 Mart 2025-ci il Boğa bürcünün proqnozu. Bugün Boğa bürcü üçün daxili sabitlik və təhlükəsizlik arayışı ön planda olacaq. Enerjiniz yüksək olsa da, əsasən şəxsi və peşəkar həyatda mövcud vəziyyətləri daha da sabitləşdirmək istəyi ilə hərəkət edəcəksiniz. Planlarınızı həyata keçirmək üçün diqqət və səbir tələb edən bir gündür. Başladığınız işlərdə irəliləyişlər gözlənilir, amma bəzən gözlədiyinizdən daha çox vaxt və səbir tələb oluna bilər. Bu, nəticə əldə etməyinizin qarşısını almayacaq, sadəcə olaraq hər şeyin zaman alacağını unutmamalısınız. İş həyatında daha əvvəl başlamağınız lazım olan işləri tamamlamaq üçün yaxşı bir gündür. Həmkarlarınızla daha sıx əməkdaşlıq etmək və komandada harmoniya yaratmaq sizi irəlilədəcək. Eyni zamanda yeni layihələr və ya iş təklifləri ilə bağlı qərar verməkdə diqqətli olun. Tələsmək və qərarları emosional yanaşmaqdan çəkinin. Daha müstəqil işləmək və şəxsi hədəflərinizi irəlilətmək üçün ideal bir dövr olsa da, başqaları ilə əməkdaşlıq etməyi unutmamalısınız. Münasibətlərdə isə daha çox sabitlik və anlayışa ehtiyac duyulacaq. Tərəfdaşınızla və ya yaxınlarınızla olan əlaqələrinizdə şəffaflıq və qarşılıqlı dəstək önə çıxacaq. Bugün münasibətlərdə daha çox müsbət dəyişikliklər və həll yolları tapmaq mümkündür. Yalnız olan Boğa bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq mümkündür, amma əvvəlcə qarşınızdakı şəxsi yaxşıca tanımağa çalışın. Sağlamlıq baxımından bugün özünüzü rahat hiss etməyiniz üçün fiziki aktivliklə məşğul olmaq faydalıdır. Yüngül idman və ya açıq havada zaman keçirmək enerjinizi bərpa etməyə kömək edəcək. Eyni zamanda özünüzə dincəlmək üçün zaman ayırmaq və stressdən uzaq durmağa diqqət etmək vacibdir. Zehni olaraq balansı qorumağa və özünüzə qayğı göstərməyə çalışın. Sosial həyatınızda özünüzü daha rahat hiss edəcəyiniz kiçik sosial qruplarda iştirak etməyə üstünlük verəcəksiniz. Həm yeni insanlarla tanış olmaq, həm də mövcud əlaqələrinizi möhkəmləndirmək üçün yaxşı bir gündür. Ümumilikdə 23 Mart 2025-ci il Boğa bürcü üçün sabitlik, anlayış və məhsuldarlıq gətirən bir gündür. Sabırlı və diqqətli olaraq şəxsi və peşəkar həyatınızdakı məqsədlərə doğru irəliləməyə davam edin. Əkizlər bürcü 23 Mart 2025-ci il Əkizlər bürcünün proqnozu. Bugün Əkizlər bürcü üçün dəyişikliklər və yeni imkanlarla dolu bir gündür. Bugün enerjiniz yüksək olacaq və başqalarına qarşı maraq və həvəs göstərəcəksiniz. İntellektual cəhətdən çox aktiv və yaradıcı olacaqsınız, buna görə də yeni ideyalar inkişaf etdirmək və ya problemləri həll etmək üçün əlverişli bir gündür. Ətrafınızdakı insanlarla əlaqələr qurmaq həm şəxsi, həm də peşəkar həyatınızda müsbət dəyişikliklərə yol aça bilər. Sosial münasibətlərinizə daha çox diqqət yetirməyiniz lazım olacaq, çünki bugün yeni əlaqələr və imkanlar ortaya çıxa bilər. İş həyatında müsbət inkişaflar və yeni təkliflər gözlənilir. Bugün karyeranızla bağlı yeni ideyalarınızı və layihələrinizi təqdim etmək üçün mükəmməl bir vaxtdır. Komanda şəklində işləmək və ya yeni bir işin təklif etdiyi imkanlardan faydalanmaq sizə irəliləyiş gətirə bilər. Həmkarlarınızla olan əlaqələrinizdə açıq fikirli və əməkdaşlığa əsaslanan bir yanaşma göstərə bilirsiniz. Amma təmkinli olun və qərar vermədən əvvəl hər tərəfli düşünün. Münasibətlərdə bugün daha çox ünsiyyət və açıqlıq tələb olunur. Tərəfdaşınızla olan münasibətlərinizdə daha səmimi və dürüst olmaq qarşılıqlı anlayışa və güvənə gətirib çıxaracaq. Əgər münasibətinizdə bəzi anlaşılmazlıqlar varsa, onları müzakirə etmək və bir-birinizi daha yaxşı başa düşmək üçün yaxşı bir vaxtdır. Yalnız olan Əkizlər bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik münasibətlər qurmaq üçün əlverişli bir gündür. Sosial mühitlərdə aktiv iştirak edərək özünüzü yeni əlaqələrə açıq hiss edəcəksiniz. Sağlamlıq baxımından bugün fiziki və zehni aktivliyə diqqət yetirmək vacibdir. Yüngül idman və təbiətdə zaman keçirmək enerji səviyyənizi artıracaq. Zehni olaraq isə düşüncələrinizi müsbət istiqamətdə yönləndirmək üçün meditasiya və rahatlama məşqləri faydalı olacaq. Həmçinin özünüzə dincəlmək və stressdən uzaq durmaq üçün vaxt ayırmağa çalışın. Sosial həyatınızda başqaları ilə əlaqələr qurmaq və dostluqlarınızı möhkəmləndirmək üçün əla bir gündür. Yeni insanlarla tanışlıq və sosial fəaliyyətlər sizi daha da ruhlandıracaq.
Ümumilikdə 23 mart 2025-ci il Əkizlər bürcü üçün ünsiyyət, yeni ideyalar və müsbət dəyişikliklər gətirən bir gündür. Özünüzü açıq fikirli və çevik saxlamaqla həm şəxsi, həm də peşəkar həyatda böyük irəliləyişlər əldə edə bilərsiniz. Xərçəng bürcü 23 mart 2025-ci il Xərçəng bürcünün proqnozu. Bugün Xərçəng bürcü üçün duyğusal və ailəvi əlaqələrin ön planda olacağı bir gündür. Emosional olaraq daha həssas hiss edə bilərsiniz və yaxınlarınıza qarşı böyük bir qayğı və sevgi hissi duyacaqsınız. Bugün həyatınızdakı əhəmiyyətli insanlarla daha yaxın əlaqələr qurmaq və bir-birinizə dəstək olmaq üçün əlverişli bir gündür. Ailə üzvləri və yaxın dostlarınızla keçirdiyiniz vaxt sizi rahatladacaq və emosional olaraq gücləndirəcək. Hisslərinizi paylaşmaq və başqalarının hisslərini anlamaq sizi daha da yaxınlaşdıracaq. İş həyatında bəzən ətrafınızdakı insanların davranışları sizi narahat edə bilər. Çətin və gərgin vəziyyətlərdə soyuqqanlı və diqqətli olmağa çalışın. Bugün iş mühitində qarşılaşdığınız çətinliklərə rəğmən öz intuisiya və təcrübəniz sizə düzgün qərarlar verməkdə kömək edəcək. Lakin iş yerindəki münasibətləri pozmamaq və başqaları ilə əməkdaşlıq etməyə davam etmək vacibdir. Yaxın gələcəkdə daha sabit və səmərəli iş mühiti yaradacaqsınız. Münasibətlərdə, romantik əlaqələrdə daha çox anlayış və şəffaflıq tələb olunur. Tərəfdaşınızla olan münasibətinizdə daha dərin söhbətlər və emosional açıqlamalar günün mühüm hissəsini təşkil edə bilər. Əgər münasibətinizdə müəyyən problemlər varsa, bunları açıq şəkildə müzakirə etmək və qarşılıqlı anlaşma yaratmaq faydalı olacaq. Yalnız olan Xərçəng bürcü nümayəndələri üçün yeni romantik əlaqələr qurmaq ehtimalı var, amma əvvəlcə hər kəsin niyyətlərini düzgün başa düşməyə çalışın. Sağlamlıq baxımından emosional balansı qorumaq vacibdir. Günün stresini azaltmaq üçün təbiətdə gəzintiyə çıxmaq və ya rahatlama məşqləri etmək faydalı olacaq. Fiziki aktivlik, yüngül idman və ya sadəcə dincəlmək bədəninizin və ruhunuzun yenilənməsinə kömək edəcək. Sosial həyatınızda bugün daha çox yaxın dostlarla zaman keçirmək və ya ailənizlə birlikdə aktiv olmaq üçün yaxşı bir gündür. Sosial əlaqələrinizi dərinləşdirmək və yeni insanlar tanımaq üçün isə zamanın olmadığı bir gün olacaq. Ümumilikdə 23 mart 2025-ci il Xərçəng bürcü üçün emosional dəstək və əlaqələrdə güclənmə günü olacaq. Həm şəxsi, həm də peşəkar həyatda sabitlik və anlayış yaratmaq üçün diqqətli və səmimi yanaşmaq önəmlidir. Şir bürcü 23 mart 2025-ci il Şir bürcünün proqnozu. Bugün Şir bürcü üçün enerjili və motivasiya dolu bir gündür. Hərəkət etməyə və irəliləməyə hazır hiss edirsiniz. Bugün məqsədlərinizə yaxınlaşmaq üçün önəmli addımlar ata bilərsiniz. Ətrafınızdakı insanları əhatə edərək öz ideyalarınızı paylaşmaq və liderlik etmək üçün yaxşı bir gündür. Enerjiniz yüksək olacaq və buna görə də böyük planları həyata keçirmək və ya yeni təşəbbüslərə başlamaq üçün əlverişli vaxtdır. Cəsarətiniz və özünə inamınız sayəsində çətinliklərə qarşı mübarizə aparmaqda daha güclü hiss edəcəksiniz. İş həyatında müsbət inkişaflar və yeni imkanlar qarşınıza çıxa bilər. İş yerində təşəbbüskar olmaq və yeni layihələrə başlamaq üçün yaxşı bir zamandır. Həmkarlarınızla olan əlaqələrinizdə səmimi və açıq olmaq önəmlidir. Əgər yeni bir layihə və ya təkliflə qarşılaşırsınızsa, bugün həmin təklifləri diqqətlə dəyərləndirin və öz bacarıqlarınızla uyğun olub-olmadığını qiymətləndirin. Liderlik xüsusiyyətləriniz peşəkar sahədə uğur gətirə bilər. Münasibətlərdə isə bugün yaxın insanlarla əlaqələrinizdə daha çox diqqət və anlayış tələb olunur. Tərəfdaşınızla və ya dostlarınızla səmimi söhbətlər etmək və qarşılıqlı dəstək olmaq münasibətlərinizi gücləndirəcək. Romantik münasibətlərdə daha çox şəffaflıq və dürüstlük vacibdir. Yalnız olan Şir bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik münasibətlər qurmaq üçün əlverişli bir gündür. Sağlamlıq baxımından bugün fiziki və zehni enerjinizi düzgün istiqamətləndirmək vacibdir. Aktiv olmaq və idmanla məşğul olmaq sizi daha da gücləndirəcək. Həmçinin günün sonunda özünüzə rahatlamağa və istirahət etməyə vaxt ayırın. Ümumilikdə 23 mart 2025-ci il Şir bürcü üçün enerjili, hədəf yönlü və məhsuldar bir gündür. Bugün həm şəxsi, həm də peşəkar sahələrdə böyük uğurlar əldə etmək üçün cəsarətli addımlar ata bilərsiniz.
Qız bürcü 23 mart 2025-ci il Qız bürcünün proqnozu. Bugün Qız bürcü üçün diqqət və dəqiqlik tələb edən bir gündür. Enerjiniz yüksək olsa da daha çox daxili tarazlıq və aydın düşünmə ehtiyacı duyacaqsınız. Hər şeyin düzgün və mükəmməl olmasını istəyirsiniz, buna görə də kiçik detallara diqqət yetirərək uğur əldə edə bilərsiniz. Bugün planlarınızı yenidən gözdən keçirmək və gələcəkdə atacağınız addımlarla bağlı daha aydın qərarlar vermək üçün yaxşı bir gündür. Həm şəxsi, həm də peşəkar həyatınızda nizamlı və sistemli yanaşmalarla irəliləmək faydalı olacaq. İş həyatında daha əvvəl başladığınız işləri yekunlaşdırmaq və mövcud vəziyyətləri düzəltmək üçün əlverişli bir gündür. Həmkarlarınızla əməkdaşlıq etmək və onların fikirlərini dinləmək iş mühitində uyum yaratmaqda kömək edəcək. Təklif və ya yeni bir iş təklifi ilə qarşılaşa bilərsiniz, amma hər şeyə tələsməmək və hər tərəfli düşünmək vacibdir. Səbirli və məntiqli yanaşma sizə uğur gətirəcək. Münasibətlərdən bugün daha çox anlayış və diqqət tələb olunacaq. Tərəfdaşınızla və ya yaxınlarınızla münasibətlərinizdə şəffaflıq və səmimiyyət ön planda olacaq. Bəzi məsələlər barədə daha dərindən danışmaq və bir-birinizi daha yaxşı başa düşmək münasibətlərinizi gücləndirəcək. Yalnız olan Qız bürcü nümayəndələri üçün yeni tanışlıqlar qurmaq və romantik əlaqələrə başlamaq üçün ideal vaxt deyil. Ancaq özünüzü yaxşı tanımağa və gələcəkdəki əlaqələr üçün hazırlıq görməyə vaxt ayıra bilərsiniz. Sağlamlıq baxımından bugün fiziki aktivliklə məşğul olmaq və bədəninizə diqqət yetirmək vacibdir. Yüngül idman və ya təbiətdə gəzintilər sizə enerji verəcək və stresi azaldacaq. Eyni zamanda zehni sağlamlığınıza da diqqət yetirin, meditasiya və rahatlama məşqləri sizə stressdən uzaqlaşmağa kömək edə bilər. Sosial həyatınızdan bugün başqaları ilə olan əlaqələrinizdə daha çox diqqətli və anlayışlı olmalısınız. Sosial mühitlərdə çox fəal olmaq əvəzinə yaxın dostlarınızla və ailənizlə vaxt keçirmək daha faydalı olacaq. Ümumilikdə 23 mart 2025-ci il Qız bürcü üçün dəqiq düşünmək və düzgün planlaşdırmaq üçün yaxşı bir gündür. Detallara diqqət yetirərək həm şəxsi, həm də peşəkar həyatınızda sabitlik və inkişaf əldə edə bilərsiniz. Tərəzi bürcü 23 mart 2025-ci il Tərəzi bürcünün proqnozu. Bugün Tərəzi bürcü üçün daxili balans və harmoniya axtarışı ön planda olacaq. Günün enerjisi sizi daha çox özünüzə yönəldəcək və həyatınızdakı əlaqələri gözdən keçirməyə təşviq edəcək. Ətrafınızdakı insanlarla daha dərin və mənalı əlaqələr qurmaq istəyəcəksiniz. Tərəfdaşınız və ya yaxın dostlarınızla ünsiyyətə daha çox diqqət yetirmək, həm də səmimi və açıq fikirli olmaq əhəmiyyətlidir. Həm şəxsi, həm də sosial münasibətlərdə daha çox anlayış və empatiya hissi olacaq. Bu, münasibətlərdə daha da yaxınlaşmanıza kömək edəcək. İş həyatından bugün yeni imkanlar və təkliflər önə çıxa bilər, amma hər şeyə tələsməmək vacibdir. Qərar verməzdən əvvəl bütün variantları diqqətlə dəyərləndirmək faydalı olacaq. Əgər komandada işləyirsinizsə, əməkdaşlarınızla harmoniyada olmaq və müştərək hədəflərə doğru irəliləmək sizə irəliləyiş gətirəcək. Lakin hər hansı bir iş təklifi və ya yeni layihəyə başlamaqda ehtiyatlı olmaq lazımdır, hər şeyin yaxşıca planlanması vacibdir. Münasibətlərdən bugün şəffaflıq və açıqlıq tələb olunur. Tərəfdaşınızla daha dərindən söhbətlər edərək bir-birinizi daha yaxşı başa düşmək mümkündür. Əgər münasibətinizdə bir məsələyə aydınlıq gətirmək lazımdırsa, bugün buna başlamaq üçün yaxşı bir zamandır. Yalnız olan Tərəzi bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq ehtimalı var. Bugünə qədər tanıdığınız insanlarla daha yaxın münasibətlər qurmaq üçün ideal vaxtdır. Sağlamlıq baxımından bugün bədəninizi dinləmək və stressdən uzaq qalmaq vacibdir. Yüngül fiziki aktivlik və ya təbiətdə gəzintilər sizi rahatladacaq və enerji verəcək. Zehni sağlamlığınız üçün meditasiya və rahatlama məşqləri tətbiq edə bilərsiniz. Həmçinin balanslı qidalanmağa diqqət yetirmək də faydalı olacaq. Sosial həyatınızdan bugün başqaları ilə ünsiyyət və sosial fəaliyyətlərdə daha aktiv olacaqsınız. Dostlarınızla və yaxınlarınızla vaxt keçirmək həyatınıza yeni perspektivlər əlavə edəcək və sizi ruhlandıracaq. Ümumilikdə 23 mart 2025-ci il Tərəzi bürcü üçün şəxsi əlaqələrdə harmoniya və anlayış əldə etmək, həmçinin peşəkar həyatda daha ehtiyatlı və planlı irəliləmək üçün müsbət bir gündür.
Daxili balansınızı qorumağa çalışın və hər addımınızı düşünərək atın. Əqrəb bürcü 23 mart 2025-ci il Əqrəb bürcünün proqnozu. Bugün Əqrəb bürcü üçün emosional və şəxsi inkişaf yönündə irəliləyişlər gətirən bir gündür. Duyğusal baxımdan daha dərin və düşündürücü hisslər yaşaya bilərsiniz. İçsel səfərinizə çıxmaq, köhnə hisslərdən azad olmaq və yeni başlanğıclar üçün özünüzü hazırlamaq üçün əla bir zamandır. Hisslərinizi doğru istiqamətə yönəltmək həm şəxsi həyatda, həm də işdə daha məhsuldar olmanıza kömək edəcək. Bu dövrdə həyatınızdakı insanlarla daha açıq danışmaq və öz həqiqətlərinizi ifadə etmək vacibdir. İş həyatında Əqrəb bürcünü yeni imkanlar gözləyir. Bugün peşəkar münasibətlərdə, xüsusilə də rəhbərlik və ya komanda üzvləri ilə olan əlaqələrdə daha güclü bir etibar qura bilərsiniz. Lakin diqqətli olun, yeni təkliflər və ya layihələrə tələsməmək, hər şeyin düzgün planlanmasını gözləmək lazımdır. Məlumatları diqqətlə analiz etmək və hər addımınızı düzgün atmaq sizə uzun müddətli uğurlar gətirəcək. Həm də bəzən ətrafınızdakı insanların niyyətlərini yaxşıca anlamaq üçün daha çox diqqət yetirmək lazım olacaq. Münasibətlərdən bugün daha dərin bağlar qurmaq və yaxın insanlarla əlaqə yaratmaq üçün yaxşı bir vaxtdır. Tərəfdaşınızla daha səmimi söhbətlər aparmaq və qarşınızdakını daha yaxşı anlamaq münasibətinizi gücləndirəcək. Əgər münasibətinizdə bəzi qeyri-müəyyənliklər varsa, bunları müzakirə etmək və bir-birinizi daha yaxşı anlamağa çalışmaq vacibdir. Yalnız olan Əqrəb bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq ehtimalı var, amma öncə qarşı tərəfi yaxşıca tanımağa diqqət yetirin. Sağlamlıq baxımından bugün emosional olaraq balansı qorumaq və stressi azaltmaq önəmlidir. Yüngül fiziki fəaliyyətlər və ya təbiətə çıxmaq enerjinizi bərpa etməyə kömək edəcək. Zehni sağlamlıq üçün meditasiya və nəfəs məşqləri tətbiq etmək faydalı olacaq. Həmçinin bədəninizin ehtiyaclarına diqqət yetirərək yaxşı yuxu və dincəlməyi unutmayın. Sosial həyatınızda başqaları ilə daha səmimi və dərin əlaqələr qurmaq istəyəcəksiniz. Sosial mühitdə təbii şəkildə özünüzü ifadə etmək və yeni insanlarla tanış olmaq fürsətləri ortaya çıxa bilər. Ümumilikdə 23 mart 2025-ci il Əqrəb bürcü üçün şəxsi və emosional inkişaf üçün yaxşı bir gündür. Həm işdə, həm də şəxsi həyatda əlaqələrdə daha dərindən düşünmək və diqqətli yanaşmaq müsbət nəticələr verəcək. Oxatan bürcü 23 mart 2025-ci il Oxatan bürcünün proqnozu. Bugün Oxatan bürcü üçün macəra və yeni imkanlarla dolu bir gündür. Enerjiniz yüksək olacaq və yeni təcrübələrə açıq olacaqsınız. Həyatınıza yeni perspektivlər gətirə biləcək müxtəlif imkanlar qarşısınızda açılacaq. Bugün səyahət və ya fərqli bir mühitdə olmaq sizə böyük ilham verə bilər. Ətrafınızdakı insanlarla ünsiyyət və yeni məlumatlar əldə etmək sizin düşüncə tərzinizi genişləndirəcək və həyatınıza yeni hədəflər əlavə edəcək. İş həyatından bugün yeni layihələrə başlamaq və ya artıq üzərində işlədiyiniz işlərdə irəliləyişlər əldə etmək üçün əlverişli bir gündür. Həmkarlarınızla əməkdaşlıq edərək yeni imkanlar yarada bilərsiniz. İntellektual bacarıqlarınız və analitik düşünmə qabiliyyətiniz ön plana çıxacaq. Ancaq bugün sürətli qərarlar verməkdən qaçınmağa çalışın. Məlumatları yaxşıca təhlil etmək və hər addımı düşünmək daha faydalı olacaq. Münasibətlərdə daha açıq və dürüst olmaq önəmlidir. Tərəfdaşınızla və ya yaxınlarınızla daha çox ünsiyyət qurmaq, məsələləri aydınlaşdırmaq və daha dərindən danışmaq münasibətləri gücləndirəcək. Əgər romantik əlaqələrdə biraz narahatlıq hiss edirsinizsə, bu onları müzakirə etmək və aranızdakı anlaşılmazlıqları çözmək üçün yaxşı bir gündür. Yalnız olan Oxatan bürcü nümayəndələri üçün yeni tanışlıqlar və romantik əlaqələr qurmaq ehtimalı var, amma əvvəlcə qarşı tərəfi daha yaxşı tanımaq vacibdir. Sağlamlıq baxımından bugün fiziki və zehni aktivliyi balanslaşdırmaq vacibdir. Yüngül idmanla məşğul olmaq və ya açıq havada vaxt keçirmək sizə enerji verəcək. Həmçinin zehni rahatlıq üçün meditasiya və nəfəs məşqləri etmək də faydalı olacaq. Stresi azaldaraq özünüzü daha yaxşı hiss edə bilərsiniz. Sosial həyatınızdan bugün yeni insanlarla tanışlıq və sosial mühitlərdə aktiv iştirak etmək üçün yaxşı bir vaxtdır. Başqaları ilə əlaqələr qurmaq və maraqlı müzakirələrə qoşulmaq sizin dünya görüşünüzü zənginləşdirəcək.
Ümumilikdə 23 mart 2025-ci il Oxatan bürcü üçün yeniliklər, yeni perspektivlər və enerjili bir gündür. Əgər yeni imkanlara açıq olarsınızsa, həm şəxsi, həm də peşəkar həyatınızda müsbət dəyişikliklər yaşaya bilərsiniz.